Püstə sahib qızı, hekayə, yarım qalan sevgi. Yağış o gecə şəhəri səssizcə yuyurdu. Küçələr bomboş idi. Yalnız köhnə dayanacağın altında bir qız dayanmışdı. Aylin. Əlləri buz kimi soyuq idi, amma o yağışdan yox, gəlməyəcək birini gözləməkdən üşüyürdü. Telefonun ekranında son mesaj açıq qalmışdı. Gözlə məni, bu dəfə hər şey başqa olacaq. Murad yazmışdı bunu. Aylin ona inanmışdı. Çünki insan ən çox sevdiyi adamın yalan danışa bilməyəcəyinə inanır. Onlar uşaqlıqdan bir-birini sevmişdilər. Eyni küçədə böyümüş, eyni məktəbə getmişdilər. Murad hər dəfə Aylin ağlayanda onun saçlarını sığallayıb deyərdi: "Sən ağlayanda dünya qaralır." Aylin də gülərdi. Çünki o vaxtlar dünya doğrudan da işıqlı idi. Sonra həyat böyütdü onları. Murad kasıb ailəsini dolandırmaq üçün başqa şəhərə işləməyə getdi. İlk vaxtlar hər gün danışırdılar. Sonra həftədə bir dəfə, sonra isə yalnız gecələr gələn qısa mesajlar qaldı. Aylin yenə gözləyirdi. Hamı deyirdi: "Unut onu." Amma insan bəzi adamları unuda bilmir. Çünki onlar sadəcə insan olmur, bir ömür olur. O gecə Murad geri dönəcəkdi. Aylin buna inanırdı. Ən sevdiyi ağ paltarını geyinmişdi. Muradın bir vaxt "Sən bu paltarda mələyə oxşayırsan" dediyi paltarı. Saatlar keçdi, avtobuslar gəldi, getdi. Murad gəlmədi. Birdən telefon zəng çaldı. Tanımadığı nömrə idi. "Siz Aylinsiniz?" "Bəli." Qarşı tərəfdə bir neçə saniyə sükut oldu. Sonra kişi asta səslə dedi: "Murad bugün yolda qəza keçirib. Çox üzr istəyirik." O an Aylin heç nə hiss etmədi. Nə ağladı, nə qışqırdı. Sadəcə yağışın altında dayanıb telefona baxdı. Sanki kimsə onun içində bütün həyatı çıxarıb aparmışdı. Bir neçə gün sonra Muradın əşyalarını gətirdilər. Köhnə bir canta, saatı və kiçik bir qutu. Qutunun içində üzük vardı. Bir də balaca kağız. Muradın xətti ilə yazılmışdı: "Əgər geciksəm də, bil ki, mən həmişə sənə gəlirdim." Aylin o məktubu sinəsinə sıxıb ilk dəfə hönkür-hönkür ağladı. Bəzən insanlar ölür, amma ən ağırlısı onların arzularının sağ qalması olur.